بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين. الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين لا سيما بقية الله في الأرضين روح وأرواح العالمين لمقدم ترابه الفداء ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله. أما بعد. Allahumma vəffiqna limə tuhibbu və tərədə. Bugünkü əhkamın 34-cü dərsində inşallah bəhsimiz meyyit namazının bəzi müstəhəbləri və başqa əhkamlarla tanış olacaq. Müstəhəbdir namaz qılan təharət qaydalarına riayət edəsin. Yəni, həm dəstəmaz yoxdursa dəstəmazda olsun, boynunda qüsul varsa qüsulundan olsun, bədənində, libasında nəcasət varsa onları təmizləsin. İkinci müstəhəbbə əməlin meyyit namazı budur ki, gərək müstəhəbdir, ayaq yalın namazı qılınsın. Üçüncü, təkbir deyərkən əllərin o qulaqların müqabilinə qaldırsın. Dördüncü müstəhəbbi budur ki, meyyit namazı cəmaətlə qılınsın. Beşinci müstəhəblərindən biri də budur ki, imam bərkdən qılsın, məmumlar astadan desinlər. Altıncı budur ki, namaz qılan gərək möminələri və xüsusən bu ölən şəxsi çox dua eləsinlər. Yeddinci müstəhəbbi budur ki, namazdan öncə başlamamışdan, niyyətdən öncə 3 dəfə əs-salah, əs-salah, əs-salah desin. 8-ci, namazı o yerdə qılsınlar ki, orada möminlər cəm olub namaz qılmaq üçün ora çox vaxt cəm olarlar. Məsələn, biri evdə qılsa, ora elə də çox gəlməz. Amma məsələn, bəzi məntəqələrdə, məsələn, Azərbaycanda var, görmüşəm, qəbiristanlıqlarda xüsusi yerlər olur ki, orada meyyit namazı qılınsın. Hətta yağışdan, istidən qorunmaq üçün onun elə bir ki, örtük də üstlərindən qoyulur. Fəqət örtük ki, o yağışa və ya istidən kölgə vəziyyətində bundan rahat namazlarını qılsınlar. Əgər ora cəmaat yığışacaq müstəhəbdir, orada qılınsın da, evdə qılınmasın. 9-cu məsələ bundan ibarətdir ki, məscidlərdə meyyitə namaz qılmaq məkruhdur. Ələn itlaq, bütün məsciddə. Fəqət bir dənə Məscidül Haram, yəni Kəbə olan məscid, o istisnadır. Ondan başqa bütün məscidlərdə meyyit namazını qılmaq məkruhdur. Ondan sonraki müstəhəb əməllərdən biri də ki, namazdan sonra cənazəni təşyiə cənazə budur ki, yəni cənazəni həml edib aparmaq. Və bu təşyiə cənazə barəsində o qədər savab yazılıb ki, hətta bəzi rivayətlərdə gəlib, insan ki, burada hərəkət edir o təşyiə cənazədə, yəni meyyitin elə dəfni üçün hərəkət edirlər evdən ta qəbirstanlığa qədər, Allah Teala milyon savab verər, milyon günahın bağışlar hətta. Bizim o deyərsək milyon günahın var, biz fikir vermirək ki, bir gün İslam Peyğəmbəri Mədinənin kənarına çıxır, səhabələrinə deyir ki, səhralıqda odun toplayın, ocaq qalayacaq. Səhabələr deyir, sənə qurban ya Rəsulallah, şəhərdən çıxanda bunu deyirdin, odunu getiriydik. Bu səhra çöllüyündə ağaczad var ki, məgər, o çöllüydür. Burada odun necə yığaq sənin üçün? Dedi, xırda çöp də olsa yığın. Özü də düşür, sahabələr də.
gedirlər, hamısı yığırlar, hamı yığandan sonra toplayırlar, Peyğəmbər ocağı yandırtdırır. Böyük bir alov əmələ gəlir. İslam Peyğəmbəri gördünüz, deyirsiniz, burada heç nə tapılmaz. Amma o xırdalar ki, gözə görsənmir, yığılır, günahlar insanı cəhənnəmdə məhvinə bu cür səbəb olur. Müğeyt olaq kiçik günahlardan belə. Yəni, milyonlarla günah, yəni bu qədər, hətta müstəhəbdir ki, hamısını gedə bilmirsənsə, gördün ki, bir cənazə aparılır, heç olmasa 2-3 addım onu ilə o cənazəyə tərəf get. Hətta əvvəl bir addım o niyyətlə, atı ilə, inşallah rəcəmin Allah olacaq. Milyon dərəcədə əlfən əlfa. Rivayət bu cür yəni. Dərəcəsini atır. Müstəhəblərdən, təşkil cənazənin müstəhəblərindən biri budur ki, elə ki, məyyiti istədilər yerdən qaldırsınlar, məsələn, evdə çox zaman olur, məyyiti istədilər ki, o dəfn üçün yerdən qaldırsınlar, gərək müstəhəb də desinlər, Bismillah və billah, və sallallahu ala Muhammedin və ali Muhammed, Allahümməğfir lil-mü'mininə vəl-mü'minat. Bu zikri desinlər. Müstəhəbdir cənazəni tabutu çiyinlərdə aparsınlar. Məgər üzür olsa, o da üzürdə olanda heç olmasa bir miqdar çiyinlərində aparsın. Məsələn, yol çox uzaqdır, qəbirstanlıq hətta artıq uzaqdadır. Oradan olur. Amma normal halda çiyinlərdə aparmaq müstəhəbdir. Müstəhəbdir. Orada məsələn, bizlərdə, məsələn, mən iştirak edəndə, çoxsan burada hamı bir-birinə hal-əhval tutur, görməyənlər bir-birinə görüşündən varını yox, xoşbeş tuturlar bir-birindən. Bu, müstəhəbliyini aradan aparır. Müstəhəbdir adam xuşu vəziyyətində, yəni özünü hiss eləsin ki, elə bil məni aparırlar burada. Təfəkkürlə, Risale-i əməliyyələrdə gəlib, təfəkkür eləsin o təşkiyi cənazədə. Müstəhəblərdən biri budur. Ondan sonra müstəhəb budur ki, piyada gedilsin. Məsələn, biri, pulludur, maşına oturub gedir. Bu cəmaat, məsələn, piyada gedirlər, çiyinlərlə, bu səvat. Və yaxud, məsələn, başqa bir şeylə, məsələn, qədimdə, məsələn, olurdu da, şeylərə qoyurdular, çiyinlərində aparmaq. Əslən, minik halda gedmək məkruhdur. Təşkil cənazədə minik halda iştirak eləmək məkruhdur. Cənazənin arxa tərəfindən sağ və solunda gedmək müstəhəbdir. Ən əfsəli budur ki, düz cənazənin arxa tərəfindən sıra ilə gedilsin. Məkruhları nədir? Cənazə, təşkil cənazə edərkən gülmək, bihudə söhbət və zarafatlaşmaq, bu cür şeylər məkruhdur. Və tez iti addımlarla getmək məkruhdur. Təşkil cənazədə cavan qadınların iştiraki məkruhdur. Cavan qadınlar, fəqət cavan qadınların iştiraki məkruhdur. Bununla əlaqədar əza sahibinin bəzi vəzifələri var şəriətimizdə. Onlarla qısa tanış olaq. Onlardan biri də budur ki, bir insanın yaxını dünyadan gedərsə, xüsusən ən çox dərd, övlad dərdi olur, övladı dünyasından gedərsə, özünü səbrlə təsəlli versin, səbr etsin. İkinci, əzal sahibi gərək piyadadan əlavə özünü bir formada, giyimini də piyada gedən zaman bu təşkil cənazədə bir formada bir paltar giyinsin ki,
bir seçilsin bu başqalarından. Bütün paltarları məsələn mümkün qara olsun. Ya bir əlamət ki, bilsinlər sahib əza budur. Bu müstəhəbdir. Müstəhəbdir hər vaxt yadına insanın ölən yaxını düşəndə inna lillah və inna ileyhi raciun desin. Müstəhəbdir ölən şəxsi üçün, yaxını üçün Qur'an oxusun və onun üçün dualar oxusun xüsusilə və hətta müstəhəbdir, rivayətlərdə də var, öz ata-anasının qəbrinin yanında Allahdan hacətini istəsin. Əgər ölən atası və yaxud anasıdırsa, orada hacətin duasını eləsin. Allah filan hacətimi qəbul elə, filan hacətimi qəbul elə. Müstəhəb. Müstəhəb də hamı gedəndən sonraki dəfn mərasimindən sonra sahib əza qalsın yaxınları ilə o məyyiti çoxlu dua eləsinlər hamı gedəndən sonra. Yəni onlar birinci çıxıb getməsinlər, ən axırıncı sahib əza çıxsın qəbrin yanında. Və müstəhəblərindən budur, qəbrə 7 İnna Ənzəlna surəsi oxursun. Ehtiyat vacib budur ki, hündür səslə ağlanmasın və ata və qardaşın ölümündən başqa yaxanı cırmaq caizdir. Ata və qardaşın ölümündən başqa bir adam məsələn özü bir hala düşə ki, özündə onun yaxasını cıra, ata və qardaşdan başqaları üçün caizdir. Sonuncu məsələmiz bundan ibarətdir. Bu məsələyə çox diqqətli ola. Əgər kişi qadının və yaxud xanımının və yaxud övladının yas mərasimində sinəsini cırarsa, yaxasını cırarsa, qadın öz həyat yoldaşının mənzisində sifətin cırarsa və qan gələrsə, bu hallarda bunlara gərəkdir bir qul azad eləsinlər ki, indi o yoxdur. Buna imkanları olmasa, bunlar 10 dənə fəqiri ya yedizdirməlidirlər, ya giyindirməlidirlər. Yəni, bir şey alsın, hər birinə giyinmək. Əgər buna imkanı yoxdur, məsələn, kasıbdır, fəqirdir, 3 gün ardıcıl oruç tutmalıdır. Hətta ehtiyat vacib budur ki, o qadın ki, öz həyat yoldaşında sifətin belə cırsa, onun qan gəlməsə belə, bu deyilən əməli, kəffarəni, bu deyilən formada tərtibi ilə riayət eləməlidir. Elə biləm, bu qədər kifayət edər. Velhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammed ve ehl-i beyt-i tahir.